Bəxtiyar Vahabzadə bax bu gün avqust ayının 16-sında Şəkinin ən qədim məhəllələrindən biri olan Yuxarıbaş məhəlləsində dünyaya göz açıb. Hörmətli prezidentimiz 2015-ci ildə sərəncam verib, Azərbaycan ədəbiyyatında, Azərbaycan elmində, Azərbaycan ictimai-siyasi həyatında fəaliyyətini nəzərə alıb, Bəxtiyar Vahabzadənin ev muzeyi yaradılsın. Hər il muzeyimizə Türk dünyasından, ələxüsus da Türkiyədən onlarla, yüzlərlə, mən deyərdim ki, minlərlə qonaqlar gəlir. Ben dedim, sen dedin, yine ben dedim. Bir adım geriye çekilemedim. Sen gördüğün farkı görebilmedim. Vallahi Azeri ile Türk arasında. Nə qədər ki, Türk dünyası var, nə qədər ki, Türkiyə var, nə qədər ki, Türk ədəbiyyatı var, nə qədər ki, Türk mədəniyyəti var, Bəxtiyar Vahabzadə poeziyası da var olacaq. Özünün dediyi kimi, sonu olan ömrü istəmirəm mən, çıxaydım zamanın çərçivəsindən deyən şair artıq zaman çərçivəsindən çıxıb.